Beynəlxalq əlilliyi olan şəxslər günü 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qətnaməsi ilə təsis olunub və bütün dünyada hər il dekabrın 3-ü qeyd edilir. Günün təsis olunmasının məqsədi ictimaiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına yönəlməkdədir. Bugün Şəmkir rayon İcra Hakimiyyətinin və Qazax Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəmkir şəhər Əhməd Cavad adına məktəbin geniş salında 3 dekabr Beynəlxalq əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məhsul işçiləri, təhsil sektorunun rəhbərliyi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları, 18 əlilliyi olanlar və onların valideynləri, rayon ziyalıları iştirak ediblər. Tədbirdə öncə Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra torpaqlarımız uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən natiqlər günün tarixi, əlillik və ona yanaşma, ölkə və dünyadakı mövcud vəziyyət kimi mövzulara toxunub, çıxışda əlilliyi olan şəxslərlə işləyən sosial işçilərin peşə hazırlığı üçün zəruri olan bilik və bacarıqlar haqqında məlumat verilib. Bugün Beynəlxalq Əlillər Günüdür. Əlillərimiz bizim həmişə daimi diqqətimizdədir. Şəmkir Uşaq Reabilitasiya Mərkəzi il yarımdır fəaliyyət göstərir. Bizdə uşaqlar həm stasionar, həm ambulator şəkildə xidmət ala bilirlər, prosedurlar keçə bilirlər. Bundan başqa alternativ xidmətlərimiz də var. Uşaqlar demək olar ki, 18 yaşına qədər əlil olan uşaqlar bizdə daim, mütəmadi, davamlı prosedur keçə bilirlər. Çox gözəl, mehriban komandamız var. Biz uşaqlara nəinki fiziki cəhətdən yaxşılaşmağı, onların ümumi vəziyyətini yaxşılaşmağı üzərində işləyirik, çalışırıq. Həmçinin də biz uşaqların cəmiyyətə inteqrasiyası, sosiallaşma yolunda çalışırıq. Bəli, çox razıyıq. Uşaqlarımız gəlir, iştirak eləyir, müəllimələrlə də razıyıq. Bu təşkilatçılardan da razıyıq. İnşallah uşaqlarımıza diqqət göstərilirmi? Göstərilir. Bəli, siz sağ olun. Sonda tədbir balaca fidanların hazırladıkları əyləncə konsert proqramı ilə davam edib. Kamran Əskiparalı, İbrahim Qasımov, Səs TV Xəbər, Şəmkir.